Bir insanın əynində 3 rəngdən artıq rəng varsa, artıq problemdir. Bu artıq onun yəni zövqsüzlüyündən xəbər verir. Sonralar çıxdı ki, rəngli paltarlar, biri yaşıl geyindi, biri sarı geyindi, üstünə qırmızı taxdı, bu tərəfdən bir fiyoletovu tulladı. Onların zövqünə buraxıram. Ola bilər ki, sabah hansısa bir çox böyük bir markalar da rəngli şeylər buraxsınlar, amma elə deyil. Təməldən bir insanın əynində ağ köynək rəngini çıxmaq şərti ilə. Ağ geyinərsə, bu sayılmaz. O ağ köynək çıxardır. Yəni 3 rəngdən artıq varsa, bu 3 ayaqlıdır. 3 rəngdən artıq varsa, bu artıq anormaldır. Anormallıqdır. Demişəm dəfələrə o dərəcədə. Bəli. Bir adam deməli belə, məndə yaxşı ki 3 rəngdir. Yəni yox, sənin əlində 2 rəng var. Ayaqqabımda ağ da var. Onu saymır, amma orada da şeydir, o da göydür, tünd göydür, şalvarın da göynü, köynəyin də... Yəni anormal deyiləm. Qətiyyən. Sayılmıram.